Salam, axşamınız xeyir, xoş gördük, hörmətli müəllimlər. Bu gün təfəkkür mövzusunu tamamilə başa çatdırırıq nəhayət ki. Daha iki təfəkkür növünü araşdıracağıq. Bunlar analitik və produktiv təfəkkürdür və hər ikisinin mahiyyəti, xüsusiyyəti, şagirdlərdə formalaşdırma yolları, situativ nümunələri və sair buna baxacağıq. Deməli belə. Son iki növ təfəkkür. Təbii ki, biz demişdik ki, təfəkkürün dedik ki, yüzlərlə növü var. Biz indi onlardan imtahan çərçivəsinə uyğun olanları keçirik. Çərçivədə adı olanları öyrənirik. Yəni analitik və produktiv təfəkkürün heç də son növü deyil. Bunlardan da əlavə müxtəlif təfəkkür düşünmə formaları, düşüncə tərzləri var. Hər biri insan həyatında müəyyən rol oynayır. Əhəmiyyətli baxımından ən önəmlilərini, hansı ki, biz şagirddə bunu formalaşdıraraq onu müstəqil həyata yetişdirə bilərik. Məhz bu növləri imtahan üçün çərçivə sənədinə daxil olunub. Bu gün baxacağımız iki növ analitik və produktivdir. Bu iki təfəkkürün mahiyyəti, şagirddə formalaşdırma yolları və situativ nümunələrinə baxacağıq. Bununla da təfəkkür məsələsi yekunlaşmış olacaq bizim üçün. Başlayaq analitik təfəkkürdən, gedək irəli. Analitik təfəkkür nədir? Adından da göründüyü kimi, bu Yunan dilindəki analiz sözündən gəlib. Analiz. Analitik təfəkkür, ümumiyyətlə, qeyd etdiyimiz kimi, müasir psixologiyada, təhsilə aid pedaqoji tədqiqatlarda, təcrübə məqsədi ilə aparılan tədqiqatlarda analitik təfəkkürün inkişaf etdirilməsi, formalaşdırılması və varlığı ilə bağlı bir çox fikirlər var. Müxtəlif formada izah verirlər analitik təfəkkürə, amma biz indi ən dolğun olanı, düz qəbul elədiyimizi sizlə bölüşəcəyik. Ümumiyyətlə, bu analiz sözündən olduğu üçün analizdə hər hansısa bir bütövü hissələrə parçalamaq, tərkib hissələrinin niyə bu formada birləşdiyini bir növ araşdırmaq məsələsini bizim üçün əhatə elədiyindən, yəni analiz deyəndə bunu daha dərindən araşdırmaq, bütövi hissələrə parçalamaq, bu mənada başa düşürük. Ona görə də analitik təfəkkürə deyirik ki, mürəkkəb hansısa bir məlumatı və yaxud da mürəkkəb bir problemi sistemli və məntiqli şəkildə hissələrə bölmək və bu hissələr arasındakı əlaqələri əsaslandırılmış şəkildə nəticə çıxarmaqdır. Bütöv bir sistemi parçalara ayırıb bir növ maşına biz baxırıq kənardan, ümumi buna bir maşın, avtomobil deyirik. Amma o avtomobili hissələrə ayırsaq, mühərriyini hissələrə ayırsaq, salonlu hissələrə ayırsaq, hamısını ayırsaq, niyə məhz deyək ki, təkərlərin aşağıda olduğunu, niyə bu bucaq altında döndüyünü, hissələrin birinin sürətli, birinin ona nisbətdə daha az sürətlə hərəkət elədiyi və s. Bunları əsaslandırsaq, artıq buna biz deyəcəyik analitik təfəkkür. Yəni, indi bunu problemli situasiyaya gətirib tətbiq edəndə, analitik təfəkkür belə olur ki, mürəkkəb bir problemi addım-addım daha sadə, idarə olunan hissələrə bölüb, onu araşdırmaq və səmərəli həll yolunu məhz o hissələrə bölünmüş şəkildə olan problemə verməkdir. Bir növ elə bilin ki, öz həyatınızda hansısa bir mürəkkəb bir problem var və siz kənardan baxanda onu dağ kimi görürsünüz bu problemi. Misal üçün, çox adam maddiyyat problemini belə görür. Baxır ki, mənim deyək ki, 20 min borcum var. Oturub fikirləşir ki, 20 min borc var, bu böyük bir dağdır, bunu mən birbaşa ödəyə bilmərəm, əmək haqqım buna imkan vermir, yeməyib, içməyib, gərək ayda 1000 manat alsam, ən azı bir 20 ay bunu yığmalıyam, bu da mümkünsüzdür, zəruri ehtiyaclarımı sərf eləməliyəm. İnsan bu cür düşünür. Yəni problemi mürəkkəb bir, böyük. Amma bunu hissələrə bölürəm ki, deməli mən bu 20 min borcu bölürəm hissələrə. İl ərzində mən bunu 5 min ödəsəm, 4 ilə mən bunu tamamlayaram. İndi baxım ki, birinci il özüm üçün hədəf qoyum, bu il bunun 5 minini ödəyəcəm. Sual olunur ki, bu il bəs mən bu 5 mini necə ödəyəcəm? Bu il ərzində 12 aylıq bir plan qururam. Artıq 5 mini bölürəm 12-yə ki, görüm aylıq mən nə qədər kənara pul qoymalıyam.
5000 12-yə böləndə indi artıq 1000 qalmır da. Orada olur ən azı 500-600 civarı bir rəqəm ki, hə bunu mən maaşımdan bu qədər ayıra bilərəm və yaxud da əlavə nəsə iş görə. Bax bu cür, yəni bütöv bir problemi bütöv kimi görəndə o insan üçün mürəkkəb, həll olunmaz bir məsələ olur. Amma onu hissələrə böləndə və hissələri araşdıranda, həmin hissələri müəyyən bir zaman çərçivəsinə ayıranda ki, bu zaman çərçivəsində birinci hissəni həll eləyəcəm, növbəti il ikinci hissəni, ondan sonraki il üçüncü hissəni bu şəkildə zamana yayaraq hissələrə bölüb həyata keçirəndə daha rahat olur insan üçün. Bax, bunu eləməyimizə kömək edən beynimizdəki fəaliyyətin adı analitik təfəkkürdür. Analitik təfəkkür nəyə əhatə edir? Sual olunur. Deməli, istənilən e, məsələyə, problemə, situasiyaya müxtəlif perspektivdən baxmağı, alternativ fəaliyyət variantlarını qiymətləndirməyi və məntiqə sübuta əsaslanan qərarlar verməyi əhatə edir. Bayaq dediyim borc problemi kimi. Borc bütöv baxanda 20 min ödəyə bilməyəcəyimiz rəqəmdir, amma onu 4 illik bir qrafikə bölüb, hər il 5000 ödəmək şərti ilə bu cürünə böləndə ki, İndi verəcəyimiz quruma, şəxsə də deyə bilərik ki, məndən birdən-birə 20 min istəyirsən, mənim 20 min verə biləcək gücüm yoxdur. Bunu həll eləyə bilməyəcəm. Amma 4 il ərzində mən sənə ildə 5000 verməklə bu problemi məntiqi şəkildə edə bilərəm. Deyir, necə verəcəksən? Deyirsən ki, 1000 manat maaş alıram, ayda 500 manat qoyacam kənara. Hər ay bunu bu formada qoyaraq 12 aydan bir mən o bir hissəsini sənə ödəyəcəm. Növbəti 12 ayda ikinci hissəni ödəyəcəm. Bu şəkildə və sübut da bu da mənim əmək haqqım. Bu şəkildə rəsmi gəlirim budur bu formada. Bunu bax bizə eləyən bunu beynimizi bu cür işləməyə, tək borc problemi deyil də, sadəcə nümunə olaraq bunu çəkdim. İstənilən problemi bu cürlə hissələrə bölmək, yəni bütöv bir dağ kimi görsək problemi, biz onu həll edə bilirik. Amma analitik təfəkkürə sahib olmaq bizə bütövu hissələrə parçalayıb, alternativ bir variantlardan istifadə edərək, belə deyək, həll eləməyimizə kömək eləyir. Sual olunur, bəs analitik təfəkkürü mən uşaqlarda formalaşdırdım. Bu şagirdlərə nə qazandırır? Hə, burada artıq şagird uşaq yaşlarından bu vərdişə sahib olanda, bunu qazananda, uşaq ümumiyyətlə məlumat və problemi hissələrə bölə bilir. Özümüzdə dediyim nümunə kimi həmin hissələr arasındakı əlaqə müəyyənləşdirir və məntiqi sübuta əsaslanan nəticə gəlmə bacarığı olur. Uşaqlar üçün də misal üçün imtahan modeli. Onların indi həyat problemi bir o qədər də çox olmur da. Müstəqil insanın həyat problemi qədər olmur. Uşaqların əsas problemi olur misal üçün buraxılış imtahanı. Götürür kitablara baxır, Azərbaycan dili, riyaziyyat, ingilis dili, qoyur üstə vay, nə qədər test bankı var, nə qədər dərs vəsaiti var. Bunları kim oxuyacaq? Bütöv baxanda hamısı böyük bir problemdir. Amma bunu zamana yayanda, hazırlıq müddətinə, deyək ki, 2 illik bir perioda yayanda, hissə-hissə icra eləyəndə, müəyyən bir qrafik üzrə eləyəndə, nəyi nə üçün etdiyinin mahiyyətini biləndə, e, birini artırıb digərini azaltmağın onun üçün faydalı olduğunu biləndə artıq imtahan prosesi onun gözündə problem olmaqdan çıxır. Çünki hissələrə bölüb ona hazırlaşanda, bir period müddətində hazırlaşanda, bir var ki, e, indi başlayım oxumağa ki, hə, bir ay sonra buraxılış imtahanımdır. Bir də var ki, 10-cu sinifin sentyabrında uşaq başlayır artıq bu məsələni bölür hissələrə, addım-addım irəliləyir, dəstək alır kənardan və bunu kim əldə edir? Analitik təfəkkürü inkişaf etdirilmiş şagirdlər. Deməli, analitik təfəkkürün əhəmiyyəti insanın həyatında həddən artıq genişdir. Və inkişafı da vacib aspektdir. Yoxsa müstəqil həyatda da insan həddən artıq təlaşda qalır, necə deyirlər, təzyiq altında qalır, baskıda qalır. Analitik təfəkkürün inkişafı vacibdir. Çünki insanlara mürəkkəb problemlərlə məntiqi şəkildə işləməyə və mövcud faktlara əsaslanan həllər tapmağa imkan verir. Həyatda hər zaman insanın qarşısına problemlər, problemli situasiyalar, iş və yaxud da öz həyatı ilə bağlı çıxır. Belə vəziyyətdə artıq o vəziyyətdən çıxmaq üçün insana düşdüyü situasiyanı analiz, təhlil eləməsi, hissələrə ayırması, əlaqələri müəyyən etməsi mütləq şəkildə lazım olur. Eyni zamanda
Bir çox mətnlər çıxır qarşımıza. Bu xəbər mətni ola bilər, məqalə oxuya bilərik, kitab oxuya bilərik, işlə bağlı hansısa mətn məlumatı oxuya bilərik. Geniş həcmli bir məlumatın təhlil olunması, ən yaxşı strategiya, həll yollarının hazırlanması tələb olunan hallarda ki, həyatda bizə çox lazım olur. Bu bacarıq xüsusilə önəm daşıyır. Analitik təfəkkürü olanlar belə vəziyyətlərdə bir addım öndə olurlar. Bu ikinci məsələ. Üçüncü məsələ analitik təfəkkür bir növ köhnədən qalan çətinliklərə, problemlərə yeni baxış bucağı gətirməklə səmərəli məhsuldarlığa. Yəni mən hər həll edə bilmədiyim problemi atım arxaya ki, qalsın orada o problem. e, Görməzdən gəlməyə çalışım. Bunlar yığılıb qalacaqlar. Və bir nöqtədən sonra mənə artıq həyatda problem yaradılar. Həll etmədiyim problemlər toplananda insana daha böyük problem dağı ilə rastlaşır. Burada artıq analitik təfəkkürə sahib olan insan o köhnədən yığılıb qalmış problemlərə də yeni baxış prizması ilə baxa bilir. Strateji planlaşdırma qura bilir və o planın icrasını özü addımlarla dəstəkləyə bilir. Ümumiyyətlə, köhnədən ilişib qalmış, həll olunmamış istənilən problemə yeni baxış, yeni perspektiv e, yanaşması gətirə bilər. Səbəb nədir? Çünki analitik təfəkkür nə dedik? Problemi dağ kimi bütöv görmür, hissələrə ayırır, parçalayır və müəyyən bir dövrə yayır və onu addım-addım icra edir. Dediyim kimi, elə problemlər var ki, baxanda bir göz qırpımında onu həll etmək mümkün deyil. O bir dağ kimi görsənir və biz özümüzü gücsüz hesab edirik onun qarşısında. Ki, bu mənim öhdəsindən gələcəyim iş deyil artıq. Amma addım-addım planlı şəkildə icra edəndə vəziyyət dəyişir. Deməli, analitik təfəkkürdə açar məqam nədir? Şagirdlərin analitik təfəkkürünü inkişaf etdirmək üçün vacib olan məsələ budur ki, uşaqlara ancaq düz cavab demək yox, nə etmək lazımdır? Cavaba gələn yolları düşünməyi öyrətmək lazımdır. Yəni, uşağa bir məsələ, misal, tapşırıq, problem, situasiya veririk. Bir müddət uşaq düşünür, cavabı tapa bilməyəndə biz tez cavabı deyirik və yaxud da konkret cavabı göstəririk, konkret həll yolunu deyirik. Bax, bu bizim yanlışımızdır. Yaponların məşhur fəlsəfəsindəki kimi də deyir, mənə balıq vermə, balıq tutmağı öyrət. Mən bunu inan bütün həyatım boyu dolanacam. İstədiyim vaxt artıq mən balıq tuta biləcəm. Yaponlar hər şeyə bu fəlsəfə ilə yanaşırlar. E, Adı var idi bunun. Gambatdır. Gambatdır fəlsəfəsi. Mənə balıq vermə, balıq tutmağı öyrət. Onlar heç bir şeyin cavabını hazır almırlar. Hər şey. Uşaqları da belə yetişdirirlər deyə. Yapon uşaqlar da müəllimdən heç vaxt neyinsə hazır cavabını tələb eləmirlər. Ona görə də yaponlar fikir verin, ən uzun ömürlü insanlar da onlardadır. Yaşamın sirrini də çox yaxşı bilirlər. Həm çox xoşbəxt yaşayırlar, həm uzun ömürlü olurlar. Çünki fəlsəfələri onlara düzgün yaşamı, yəni bu həyatla başa çıxmağın yollarını daha yaxşı öyrədir. E, Albert Libermandır, bir yəhudidir. Qambatti ilə bağlı kitab yazıb. Dilimizə də tərcümə olunub bu kitab. E, Çox maraqlı kitabdır. Yaponlar niyə belə e, fəlsəfi cəhətdən e, çox yaxşı yetişirlər. Təməl prinsiplər var. Uşaq yaşlarından böyüklər onu uşaqlara da öyrədir və məktəbdə də eyni zamanda bu prinsiplər üzərində iş aparılır. Ona görə də cəmiyyət olaraq uzunömürlülük də var, problemlərdən də arınırlar, sağlamlıqlarını qoruyurlar, e, daha xoşbəxt firavan olurlar. Həyati nemətlər onları bir o qədər də çox maraqlandırmır. Bax, budur məsələnin mahiyyəti. Analitik təfəkkürün açar məqamı da elə buradan başlayır. Deyir, düzgün cavabı yox, həmin o cavabı necə tapdın, onun yollarını, fikir, düşüncə, o cavaba necə fokuslandı, o cavaba gedən yol necədir, bunu uşağa öyrət. O uşaq istənilən situasiyada artıq
cavaba gedən yolu müəyyən edib özü o yolu gedə biləcək. Amma sən son nöqtəni göstərəndə, cavabı göstərəndə, uşaq o cavaba necə getməli olduğunu bilmir. Buna görə də e, artıq sənin göstərdiyin situasiyadan fərqli situasiyalarda e, uşaqlar problem yaşayırlar həyatda. Burada analitik təfəkkürdə əsas məqamlardan biri təsvir və izah arasındakı fərqi görməkdir. Bizdə təəssüf ki, təsvir və izah deyəndə bir çox xüsusiyyətlər baxımından bunları eyni şeyi götürürük. Mənə təsvir elə, mənə izah elə desək, biz bunu eyni cür götürürük, amma analitik təfəkkürün mahiyyətində bunlar bir-birindən fərqlənir. Misal üçün, bir nümunə qeyd etmişəm, müharibə başladı, çünki tərəflər razılaşmadı. Bu təsvirdir. Çünki sırf uşağa bir sual veririk də tarix dərsində. Dünya müharibəsi e, necə başladığını mənə izah elə. Uşaq qayıdır ki, müharibə başladı, çünki nə bilim, Antante ilə Üçlər İttifaqı razılaşmadı. Budur, bu təsvirdir. İzah isə odur ki, izah daha genişdir. Artıq burada səbəb-nəticə əlaqəsi ön plana çıxır. İzahda deyir ki, diplomatik mexanizmlər işləmədiyi üçün müharibə qaçılmaz oldu. Bu artıq izahdır. Bir var təsvir, olan hadisəni olduğu kimi çatdırmaq. İzah isə odur ki, artıq orada baş verən hadisənin mexanizminin necə işlədiyini düzgün formada səbəb-nəticə əlaqəsini gözləməyə çatdırırsan. Yəni təsvir prosesin olduğu kimi çatdırılmasıdır. İzah isə sırf gəlir artıq analitik təfəkkürün məhsuludur. İzah artıq uşaq özü oradan oxuduğunu başa düşüb, anlayıb, o əlaqəni qurub, müharibə niyə başladı fikri böyük bir məsələdir. O məsələni hissəyə parçalayıb, oradakı əlaqələri müəyyənləşdirib deyə analitik təfəkkür müharibənin başlaması prosesini beyində müəyyən bir icra prosesi aparıb, icra eləyib. Ona görə biz uşağa təsvir et deyəndə kitabda cümlədə yazıldığı kimi deyir. Amma izah et deyəndə, hə, burada artıq o uşaq analitik təfəkküründən keçirib deyə orada yazılan məsələni deyir ki, diplomatik mexanizmlər işləmədiyi üçün müharibə qaçılmaz oldu. Ona görə də bu izahdır artıq. Analitik təfəkkürün inkişaf olunması uşağın danışığındakı izahların mahiyyətini də dolğun edir. Məsələlərin mahiyyətini başa düşür. Çünki analitik təfəkkür bir filtrdir. Onun içindən keçirdir oxuduğu məlumatları. Elə ancaq quru əzbərləyib orada yazılan formada təsvir eləmir. Məsələn, uşaqlara dərs danışdırırıq. Gəl dərsini danış. Uşaq gəlir, bir cümlə deyir, iki deyir, üçüncüdə deyir, müəllim, yadımdan çıxdı cümlə. Onlar başına baxım. Nə bilim, ikinci abzasın birinci sözünü deyin, yadıma düşəcək. Bu artıq nədir? Bu təsvirdir. Çünki uşaq orada yazıldığı kimi əzbərləyib, yadda qalan cümləni deyir, yadından çıxanda artıq məsələ kəsilir. Amma izah, bax, belə də biz uşağa deyirik, ev yox, sən davam elə, öz sözlərinlə de. Gör ki, uşaq dayandı. Niyə? Çünki o təsvirdən izah səviyyəsinə qalxa bilməyib. Çünki analitik təfəkkürü zəif inkişaf etdiyindən. O elə müharibəni o kitabda yazılan kimi təsəvvür edib. O elə orada olanlar, cümlələr daxilində fikir sahibidir. Analitik təfəkkür bir növ üyütməyib. Analitik təfəkkür necə deyək, buğdanı dəyirmana vermək kimi bir şeydir. Adi təvəkkül o dəyirmanın dişləridir. Buğda keçidir ora, o dişlər onu keçirir, bu tərəfdən artıq un olaraq çıxır. Analitik təfəkkürü inkişaf etdirmək üçün bir sıra bacarıqlara, əslində sadə bacarıqlardır, o tənqidi təfəkkür xonçası kimi dediyimiz bir anlayışdır. Analitik təfəkkürü də inkişaf etdirmək üçün bir neçə bacarığın bir arada toplanmalıdır. Hansı bacarıqlardır? Bir, aydın məsələdir. Analitik təfəkkürün izahı nə idi? Bütövi hissələrə ayırmaq, analiz eləmək üçün parçalamaq. Hissələrə ayırmaq bir nömrəli bacarıqdır. Hissələrə ayırmaq, yəni mürəkkəb bir problem, sənə böyük bir mətn verilib və yaxud da dünya müharibəsi böyük bir hadisə verilib. Bunu kiçik və mənalı hissələrə bölmək bacarığıdır bu hissələrə ayırmaq. Bəzən bizə rahat gəlir ki, nə var ya, bütöv problemi hissələrə. Bu tort deyil, bunu baxan kimi gözünüzü bilək ki, bunu 4 yerə böldüm. Bir dənə də alınan o dörtlüyü də ortadan böldüm, olacaq artıq 8 dilim.
Onu da bir dənə də bölsəm, həmin olacaq 16 dilim və sair belə artıracam. Bu cür primitiv yanaşacağım bir şey deyil. Bütöv bir problemi hissəyə ayırmaq bu çətin məsələdir. Avtomobili hissəyə ayırmaq kimidir. Yəni hər nə qədər düşünsək ki, kişi bir şeyi sökmək asandır. Onun nə var ki, hissəyə ayırmağa? Avtomobilin mühərriyin sökmək bəzən bir gün alır, 2 gün alır. Hətta ustalar üçün belə. Onu hissələrə ayırmaq, sökmək, təbii ki, üstündən sökmək 10-15 dəqiqəlik işdir, amma ortada mühərriyin özünə ayırmaq çox uzun prosesdir. E, Yəni hissəyə ayırmaq deyəndə əlimdən bıçaq götürüb tort kəsmək qədər sadə deyil bu. Bu özü bir bacarıqdır. Analitik təfəkkürün başlanğıc nöqtəsi budur. Biz nə dedik izahını verəndə? Bütövi hissələrə ayırıb sonra başlayıram təhlilinə. Hissələrə ayırmaq özü bütöv bir problemi, e, ki, burada da cümlə olaraq da qeyd etmişik. Problem çox vaxt şagirdlərə olduğundan böyük və çətin görünür. Necə ki, misal üçün dərs verirsə uşaqlara. Uşaq baxır, məsəl üçün dərs paraqraf başlayır səhifə 60-da, qurtarır 88-də. Uşaq baxır, ay müəllim, bu paraqraf nə boydadır? 60-da başlayıb 88-də qurtarır. 28 səhifədir. Biz bunu necə öyrənəcəyik? Bax, dediyim məsələ odur. Görürsüz, hissələrə ayırmaq. Siz proqramda o həmin dərsə, məsələn, AXC dərsi. 4-5 saat dərs verilib də AXC dərsinə. Uşaqlar amma birinci dəfə AXC-ni açanda paraqrafı hətta 11-dir, 9-dur. Uşaq deyir ki, ay müəllim, bu nə boydadır, burada nə qədər məlumat var, biz bunu necə öyrənəcəyik? Çünki hissələrə ayırmaq özü bir problem kimi görünür. Yəni olduğundan çətin görünür uşağa. Ona görə də analitik təfəkkürün inkişafı vacib məsələdir və bu hissələrə ayırmaqla başlayır elə. Hissələrə ayırma həmin bütövi idarə olunan vahidlərə, hissələrə, kiçik hissələrə çevirməkdir. AXC proqrafı 25-30 səhifə ola bilər. Sən onu 5 dərsə bölmüsənsə, hər dərsə 5 səhifə, 5 səhifə. Və yaxud da 6-cı sinif ümumi tarix dərsliyində ilk respublikanı yaradanlar paraqrafı var. Görmüsüz də bütöv bir bölmədir də. Bir KSG-də başlayır, o biri KSG-yə qədər davam edir. Yəni bir paraqrafın içindən düşür bir KSG. İlk Respublika yaradanlar paraqrafı. Çox böyük paraqrafdır. Romadan danışır. Bunu bu formada təbii ki, uşağa deyəndə ki, bu dərs uşaqlar, biz bu dərsi yarım ilin axırına qədər bu dərsdə olacağıq. Uşaq deyir, oy müəllim, bu dərsi nətər öyrənəcəyik? Bax, məsələ budur. Hissələrə ayırmaq. Bunu eləmədən insan səbəb-nəticə əlaqəsi qura bilmir, müqayisə apara bilmir, əsaslandırma apara bilmir, çətin gəlir ona. Çünki çox genişdir material. Ona görə də uşaqlara bu məsələni bölüşdürməyi öyrətmək lazımdır. İşte təzə 6-cı sinifdə manna dərsi elədi. Çox böyükdür. İbtidai icma quruluşu özü həddən artıq böyükdür. Biz onu hissələrə bölüb uşaqlara çatdırmalıyıq. Yəni burada nümunə də bir iki dənə mətnin giriş hissəsi, əsas fikrinin olduğu abzasları, nəticə hissəsini müəyyənləşdirmək. Fikir verin, hələ mətn üzərində işə başlamıram ha. Uşağa deyir ki, uşaqlar, baxın böyük bir mətindir. Bunu indi oxumalıyıq, sual və tapşırıq işləməliyik. Birinci mətnin giriş hissəsini müəyyənləşdirin, haradır? Sonra əsas fikrinin olduğu abzasların altından xətt çəkin. Sonra nəticə hissəsini müəyyənləşdirin. Mətnin sonluğu haradır? Nəticə hissəsi nədir? E, Bu şəkildə hissələrə ayıraraq hər şeyə buradan başlamaq. İkinci addım. İkinci sahib olmalı olan insanın bacarıq müqayisə və qarşılaşdırma bacarığıdır. Yəni iki və yaxud da daha çox obyektin, anlayışın, yanaşmanın oxşar fərqli cəhətlərini sistemli şəkildə araşdırmaq. E, Hissələrə ayırmanı dedik, amma analitik təfəkkür ancaq hissələrə ayırmaq və fərq görmək deyil də, bunun davamı da var. O fərqin mənasını anlamaqdır. Bir növ amma burada səbəb-nəticə əlaqəli anlamaqdır da. Yəni şagird fərqli olduğunu bilmək məsələsindən əlavə fərqin nəyə təsir etdiyini də başa düşməlidir. İki dənə nəsnəni vermişik, müqayisə eləsin və oxşar və fərqli cəhətlərini tapsın. Və bu tapdığı fərqli cəhətlər var. Bu hansı nəticəyə təsir edir? Onu da başa düşməlidir uşaq ki, yəni bu tapdığın fərq nə işə yarayır? Biz Venn diaqramı veririk uşaqlara. Deyək ki, belə. 1, 3, ortaya da 2. 2-yə aid olanları tapdı, bildi oxşardır. 1-ə aid olanları bildi fərq, 3-ə aid olanları bildi fərq. İndi bu 1-ə aid olan fərqlər nəyə səbəb olur? Bu 1-in hansı unikal xüsusiyyəti olur? 3-ə aid olan fərqlər nəyə səbəb olur?
üçün hansı unikal xüsusiyyətləri olur, bunu ayırmağı bacarmalıdır. Yoxsa elə Venn diaqramı doldurmaq xatirinə, oxşar fərqli cəhətlər sxemi doldurmaq xatirinə öyrənməməlidir. Analitik təfəkkür çünki analiz sözündən gəlir. Üçüncü bacarıq səbəb-nəticə əlaqəsidir. Niyə baş verdiyini, nə kimi nəticələrin olduğunu müəyyənləşdirmək bacarığıdır. Test nümunələrində ki, belə suallar var, səbəb-nəticə. Biz buna məntiqi təfəkkürün izahında da toxunmuşduq. İndi bu məntiqi biz demişdik axı bütün təfəkkürlər məntiqi təfəkkürün üzərində formalaşır. Çünki insanın məntiqi olmayanda aydın məsələdə digərləri də olmur. E, Uşaqların əsas problemi budur. Bizim uşaqlarımız səbəb-nəticə əlaqələrinə çox getmirlər. Belə ancaq deyək ki, tarix dərsində rəqəm öyrəneyim, hadisəni öyrənim, rəqəm öyrəneyim, hadisəni öyrənim, xronologiya əzbərləyim, dövləti əzbərləyim, kim yaratdı, kim süqut elətdirdi. Ancaq primitiv əzbər cəhətdən yanaşırlar. E, Başda dediyimiz kimi də analitik təfəkkür o təsvirdən izah mərhələsinə keçidi tələb edir. Təsvirdən izaha necə keçmək olar? Səbəb-nəticə əlaqəsi müəyyən etməklə. Təsvir odur ki, sən kitabda yazılanı elə orada yazıldığı kimi gəlib müəllimə danışırsan. Hə, amma izah odur ki, artıq burada sənin beynindən keçir, emal olunur, ortaya bir səbəb-nəticə əlaqəsi olan məsələ çıxır. Sonra gəlir sübuta əsaslanan düşünmə. E, Müəllimlərin özündə də var bu. E, Şagirdlərimizdə də təbii ki var. Yazılan hər şeyi doğru qəbul etmək. Biz yazılan hər şeyi doğru qəbul edirik, sorğulamırıq, sübut axtarmırıq, əsaslandırmasını tələb etmirik. Bizə verilən tapşırıqlarda da belə. Deyirlər ki, nə bilim, filan bir təhlil nümunəsi yaz. Summativ qiymətləndirmə keçsən, bir dənə təhlil nümunəsi. Uşaqların adları qarşısında plus minus. Hamı başlayır yazmağa. Deyirəm ki, bunu niyə yazırsınız? Deyir ki, belə tapşırıq verilir. Deyirəm, kim verib? Deyirəm, dedilər ki, bunu yazın, təlimat gəlib. Deyirəm, o rəsmi peçatlanmış şəkildə var o təlimat? Deyir, yox. Deyirəm, yaxşı, bu yazdığa kimsə baxdı. Uşaqların adı qarşısında da plus. 3 ballıq suala 10 nəfər cavab verib. 1 ballıq suala 20 nəfər cavab verib. Bu, o baxan adama hansı informasiyanı verəcək? Yəni, bu təhlil bəlli bir informasiya bilməlidir oxuyan adama. Bu heç bir informasiya verirsə, bu təhlilin mahiyyəti yoxdur da deməli, bu yanlışdır. Doğru formada tələb deyil bu. Heç kəs soruşmur, maraqlanmır, hamı oturub plus minus yazır, yoxlayır. Niyə yazır, heç kim bilmir. Niyə bu tələb olunur, yenə heç kim bilmir. Heç kim əsaslandırma istəmir. Soruşmur ki, bu niyə yaxşı, bu vərəyə göndərdiniz, sizdən istəyən, nə bilim, regiona, nazirliyə. Nazirli baxdı, uşaqların adı qabağında da üstə gəlmə işarəsi. Nə başa düşəcək orada? Hansı məlumat əldə edəcək? Yəni, bu təhlildirsə, nəyin təhlilidir bu? Nə nəticə çıxacaq burdan? Deyirəm, yəni, nazirlik deyir, sizsiz. Bu vərəyi sizə göndəriblər. Buradan bir məlumat çıxardın görüm. Cavab verə bilən yoxdur. Türkiyə üçün nə bilim deyiblər yazırıq da. Deyiblər yazırıq deyil də. Sübuta əsaslanan düşünmə, bax, mahiyyət budur. Analitik təfəkkürə içindəki bacarıqlardan biri də budur. Hər bir fikri məlumat, fakt, nümunə və yaxud da mətn parçası ilə əsaslandırmaq bacarığıdır. Analitik düşüncə subyektiv fikir söyləmək deyil, əsaslandırılmış nəticəyə gəlməkdir. Yəni emosional, təsadüfi, belə deyiblər, əsassız, heç bir e, rəsmi dayanağı olmayan məsələni sübut kimi qəbul etmək. Məsəl üçün e, tarix dərsində uşaq soruşur məndən ki, müəllim deyir, bu Şah İsmayılın qılıncla topun lüləyini kəsməsi məsələsi e, doğrudur. Deyirəm ki, bu tarixi hekayətdir, rəvayətdir. Bu mənbələrdə buna rast gəlinmir də, konkret xüsusi bir mənbəsi yoxdur. Bu tarixi, necə deyirlər, dedikodudur. E, Deyirəm, deyir, müəllim deyir,
Mən də deyir, istədim deyir, inanım. Sonra e, dedim, bəlkə kitabda zətdə yazılıb və hansısa kitabda yazılıbsa, deyir, siz mənə deyə bilərsiniz, o kitabdan oxuyun. Mən uşaqda artıq bir uşaqda olur da bu təəssüf ki, sinifdə qalan uşaqlar inanırlar. Bir uşaq istəyir ki, mən deyir, onun sübutu varmı? Hansısa rəsmi tarixi mənbədə yazılmış ki, Şah İsmayıl topun ürəyini qılıncla kəsib, sonra deyib qılınc gedib düşüb Osmanlıların əlinə. Çünki Topqapı Sarayında belə bir qılınc nümayiş olunur. Altına yazıb ki, Şah İsmayılın qılıncı. Görə Çaldıran döyüşündə ələ keçirilib. Məşhur söhbət var, deyir, qılınc həmin qılıncdır, qol həmin qol deyil. Yəni, bunun mənbəsi nədir? Yəni, bu harda yazılıb, səbəblərə aid bir neçə mənbə oxumuşam. Mənim rastıma çıxmır. Bəlkə kiminsə rastına çıxıb. Uşaq deyir ki, bənim bunun bir həqiqət ola bilərmi deyir. Topun ürəyini qılıncla kəsmək olarmı? Deyir, mən ChatGPT-yə yazdım. Məsələn, ChatGPT deyir ki, o topun materialından asılıdır. Bunu elə materialdan hazırlamaq olar ki, həqiqətən kəsən qılıncına eləmək olar. Amma sual olunur. O materialı həddən artıq zəif eləyəndə, o top atəş açanda, o atəşin təzyiqinə dözə bilərmi o material? Bu artıq bir mümkünsüz hala gətirir. Yəni, bax belə, sübuta əsaslanan düşünmə budur ki, bir məlumatı digər məlumatla sübut eləmək, fakt gətirmək. Analitik təfəkkürün kökündə bu dayanır. Yəni, məsələ subyektiv fikir deyil də, biz o tənqid təfəkkürdə dediyi fakt və fikir arasındakı fərq. Həmin məsələdir. Fikir subyektivdir. Hər kəs bir şey deyə bilər, amma analitik təfəkkürə sahib insan daima sübuta əsaslanan, əsaslandırılmış nəticəyə gələ bilir. Emosional hisslərlə deyilən təsadüfi fikirlərdən uzaq gəzir. Və beşinci alternativ izahdır. Alternativ izah adından da göründüyü kimi eyni hadisə və yaxud da problemin bir neçə mümkün izahının ola biləcəyini qəbul etmək, onları araşdırmaqdır. Yəni, bir neçə müxtəlif yol ola bilər bir problemi həll etmək üçün. Biz yalnız birinin varlığını qəbul etsək, bu e, bir qədər absurddur da. Yəni, bu o deməkdir ki, insan qəti hökm vermir də nəyinsə barəsində. Daima alternativin ola biləcəyi həqiqətini qəbul edir. Qəti hökm çox risklidir. Sən deyirsən ki, misal üçün, bu ola bilməz. Bir test çıxır qabağa, emosional formada deyirsən ki, bunun cavabı heç vaxt A ola bilməz. Elə olur ki, e, nəsə diqqətsiz yanaşmısan, düzgün şablon gəlir, düzgün cavab gəlir, cavab olur A variantı. Hər zaman bir alternativ mütləq izah mövcud ola bilər. Bu həqiqəti qəbul etmək lazımdır. Yəni bir növ burada bir yaxşı bir cümlə var, elastik düşüncə. Mən deyən kimidir, bu başqa variant ola bilməz deyil. Yəni analitik təfəkkür açıq düşüncə tələb edir insandan. Problemin başqa həlli yollarını araşdır. Uşağa bu cür tapşırıqlar verəndə onda analitik təfəkkür formalaşır. Hadisənin əsas səbəbi ilə yanaşı köməkçi səbəblərini müəyyənləşdirir. Digər səbəblərini, alternativ səbəblərini müəyyənləşdirir kimi yollar deməklə olur. Yəni demək toplam bu 5 bacarıq hissələrə ayırma, müqayisə, qarşılaşdırma, səbəb-nəticə, sübuta əsaslanan düşünmə, alternativ izahlar. Bunların hamısına aid tapşırıq işləyən uşaqlarda son nəticədə analitik təfəkkür inkişaf edir. Burada indi müəllimin verəcəyi sual nümunəsi ilə demişəm. Hissələrə ayırma. Bu tapşırığın ən çətin hissəsi hansıdır? Sənə hansı hissəsi xüsusilə çətin gəldi? Bu cür sual verməklə bu bacarığı üstündə işləyə bilərik. Bu iki yanaşma nəticəni necə dəyişir? Bu iki tarixi şəxsiyyətin fərqli xüsusiyyətləri, onların hökmdarlıq fəaliyyətində özünü necə göstərir? Məsəl üçün, bu tip suallar. Səbəb nəticə. Əgər bu amil dəyişsəydi, nəticə necə olardı? Çaldıran döyüşündə Şah İsmayıl deyir, mən karvan basan quldur deyiləm deyə gecə hücum eləmirəm. Uşağa sual verirsən avtomatik. Gecə hücum eləsəydi nə olardı səncə? Avtomatik uşaq fikir yürüdür. Bu fikri hansı faktla əsaslandıra bilərsən? Sual. Başqa cür izah etmək olarmı? Öz izahı verirsən. Azərbaycan dili, riyaziyyat, ingilis dili, nə bilim, hansısa bir məsələ ilə bağlı uşağa izahı verdin.
Və uşaq artıq deyir ki, müəllim mən başa düşdüm. Deyirsən ki, indi səncə daha fərqli necə izah verə bilərik bu mövzuya? Sən olsan bunu deyək ki, yoldaşlarına necə öyrədərdin fərqli formada? Bu da alternativ izah məsələsidir. Bu oldu analitik təfəkkür. İndi gəlirik produktivə. Produktiv də biraz yaradıcıya bənzəyir, amma onun kimi deyil. Bu fərqlidir. Produktiv təfəkkür. Məhsuldar təfəkkür. Produktiv sözü tərcümədə elə məhsuldar deməkdir. Amma tərcümə olunmaması daha məqsədə müvafiqdir bu məsələdə. Məhsuldar təfəkkür biraz düzgün çıxmır. Təfəkkür insanın, yəni bu produktiv təfəkkür, bu növ təfəkkür insanın problem və yaxud da situasiyanı dərin şəkildə anlayaraq onu yenidən qurması və elə bu əsasda da yeni məntiqi həll tapmasıdır. Burada artıq yeni yaradıcılıq məhsulu demirik ya. Burada məsələ biraz fərqlənir. İndi deyəcəyik. E, Produktiv təfəkkürü inkişaf eləmiş insanda nə baş verir? Yaradıcıdan fərqli xüsusiyyət nədir burada? İnsan sadəcə yadda saxladığı qaydanı tətbiq eləmir. Problemin daxili strukturunu, onun əsas və ikinci dərəcəli elementlərini, eləcə də bu elementlər arasındakı əlaqəni görməyə çalışır. Yəni, produktiv təfəkkür problemin cavabının quruluşunu yenidən təşkil etməkdir. Problem var və onun cavabı da var. Amma bu cavab mənim üçün keçərli deyil. Hamı üçün işləyir bu metod. Məndə işləmir, nə əcəbsə. Mən indi bu strukturu, bu problemin, bu cavabı strukturunu dəyişdirirəm. Cavabı tamamilə dəyişmirəm, amma cavabın işləmə mexanizmini dəyişdirirəm ki, produktivdir. Özümün vəziyyətinə uyğunlaşdırıram. Yəni yeni vəziyyətə başqa bucaqdan baxmağa çalışıram. Bax, məqsəd yönlü, səmərəli, özümə lazımlı şəkildə həll edirəm. Mahiyyəti elə burada məsələ ortaya çıxır. Yəni produktiv təfəkkür belə bir anlayışdır ki, insanın qarşılaşdığı vəziyyəti olduğu kimi qəbul etməyib, onun arxasında dayanan məntiqi, əlaqəni, ziddiyyəti görməyə çalışır, sonra isə bu anlayışa əsaslanaraq yeni, daha məqsədyönlü həll formalaşdırmasıdır. Özümə məxsus həll formalaşdırıram. Elə bil ki, A bir problemdir, bunun bir B həll yolu var. Lakin bu həll yolu mənim üçün məqsədyönlü deyil. Ona görə də mən yenə bu problem həll yolu B-dir, amma A-ya bu birinci yolla gəlmirəm. Özüm üçün fərqli bir yol cizirəm. A-dan çıxıram, belə yuxarıdan gəlirəm B-yə. Yenə nəticəm B-dir, amma həll yolumun alternativini tapıram artıq, dəyişdirirəm. Produktiv budur. Vəziyyəti düzgün qiymətləndirib, yəni sən bu problemi və həll yolunu dəyişdirmirsən. Həll yoluna fərqli bucaqdan baxırsan və yaxud da ki, bu iki yolun ikisi ilə tanış olursan. A-dan B-yə birinci yol var, düz yol, ikinci yol var, belə uzaqdan gəlir. Sən deyirsən ki, bunların heç biri mənə sərf eləmir. Mən B-yə lap buradan gələcəm. Özüm üçün yol tapacağam. Yəni burada məsələ yaradıcı təfəkkür odur ki, sən A probleminə B həll yolunu tapırsan, yeni bir yol tapırsan. Produktiv təfəkkürdə isə məsələ bu deyil. Probleminə B həll yolu artıq tapılıb var. Sən bu B həll yoluna müxtəlif yollarla gedib çıxırsan. Bax, bu olur artıq produktiv təfəkkür. Ee, Burada şagirdin düşünməsində bəzi suallar var. Və yaxud da böyüklər eyni şeydir. Şagird, böyük. Bu problem adətən necə həll olunur? Sualına baxmırsan artıq. Qoyursan kənara. Bu problemin mahiyyəti nədir? Başqa cür necə baxıla bilər? Fikir ver başqa cür. Yəni bu problemin mahiyyəti nədir? A-dan B-yə getmək məsələsidir. A mənim problemimdir, B həll yoludur. Yenə bir real nümunə ilə gedək də. Mənim bir dənə dərdim var. Bu dərdimin dərmanı puldur. Bu gün əksəriyyətimizin problemləri maddiyyətin başının altındadır. Bu dərdimin dərmanı puldur. Bu pul olsa mən bu dərdimi həll edəcəm. Adam var birbaşa düz düşünür ki, mən işləyəcəm, pul qazanacam. Başqa adam deyir ki, mən vəzifə səlahiyyətlərimdən sui-istifadə edəcəm.
pul qazanacağam. Biri deyir mən oğurluq eləyəcəm, pul qazanacağam. Yəni dərd dərman eynidir, puldur hamıda. Dərd var, çarəsi puldur. Amma buna seçdiyimiz yollar hər kəsdə fərqlidir. Biri deyir vəzifəyə gedib rüşvət alacağam. O biri deyir düz elə işləyəcəm, pul yığacam, bunu edəcəm. O biri deyir oğurluq eləyəcəm, daha sürətli varlanacağam. Aydın məsələ, bax məsələ budur. Produktiv təfəkkür, yəni problem də var, çarəsi də var. Amma o çarəyə gedilən yollar hər kəsin prizmasında fərqlənir. Bax, produktiv təfəkkür burada işə yarayır ki, sən belə deyək də yaxşı ləyaqlı, mahiyyəti, abırlı, həyalı bir yol seçəsən özünə. Produktiv təfəkkürü sadə izah etsək, deməli nə olur? Produktiv düşünmə mövcud bilikləri sadəcə təkrarlamaq deyil, həmin biliklərin daxilində yeni kombinasiyalar tapmaq, vacib ikinci dərəcəli amilləri ayırd etmək və təcrübəni yenidən təşkil etmək. Sadə izahım deyirəm ki, elmi izahdan daha çətin oldu. Nəysə, bunu dəyişirik. Biraz daha çətin oldu, sadə. O birisi izah daha yaxşı idi. Produktiv təfəkkür şagirdlərə nə qazandırır? Təbii ki, produktiv təfəkkür bir çox məsələdə insana kömək edir. Artıq problemlə qarşılaşanda uşaqlar çaşqınlıq yaşamırlar. Əksinə, maraq yaşayırlar. Çünki o problemin həlli üçün artıq o hazır həll yolu, hazır resept axtarmırlar da. Produktiv təfəkkür bunun üçün deyil. Öz həll yolunu tapmaq üçün bir imkandır. Daha doğrusu həll yolu var, həmin həll yoluna fərqli prizmadan baxmağa bir imkanın yaranır. Yəni düz cavab tapmağa çalışmır da uşaq. Bu cavabı hansı düşünmə addımları ilə gəldim, başqa necə gəlib çıxmaq olar? Bu suallara cavab verməyə çalışır. Dediyim kimi də hamı bilir ki, bir çox dərdlərimizin həlli puldur. Amma insanlar bu pula gedən yolları müxtəlif seçirlər. Biri halal yol seçir, biri haram yol seçir, biri kısa yol seçir, biri uzun yol seçir, biri kəsə yol seçir. İndi hamının öz beyninə, düşüncəsinə, mənəviyyatına, əxlaqına, tərbiyəsinə uyğun olan müxtəlif yolları dəyərləndirir və ona əsasən qərar verir ki, hansı yol daha yaxşıdır. Halbuki biz hamımız eyni problemə, eyni həll yolları görürük, amma o yolu seçimlərimiz bizi bir-birimizdən ayırır. O həll yoluna hansı yolla gedirik? Deməli, produktiv düşünmə həm yaradıcı ideyaların ortaya çıxması ilə nəticələnir, həm də bu ideyaların seçilib dəyərləndirilməsi. Yəni sən o pula gedən özün təzə, müxtəlif də fərqli yol da tapa bilərsən. Amma çoxlu variant ağlına gələndə artıq buradan seçib birini dəyərləndirməlisən, onu real şəraitə uyğunlaşdırmalısan və praktik formada tətbiq etməlisən. Deməli, produktiv təfəkkür təkcə yeni fikir tapmaq deyil, problemi başa düşməklə onu yenidən qurmaq, real həll imkanları yaratmaq ardıcıllığından danışan bir təfəkkürdür. İndi produktivdə belə bir söhbət var. Produktiv və reproduktiv. Sizi imtahanda belə çaşdıracaqlar. Produktiv test variantlarının yanına reproduktivlər yazılacaq. Cümlə olaraq baxanda hamısı produktiv oxşuyur. Amma reproduktivlə produktiv fərqli bir şeydir mahiyyətcə. Tapşırıq. Verilmiş mövzunu izah et. Reproduktiv yanaşması olan şagird sadəcə dərslikdəki cümləni təkrarlayır. Götürür kitabı əlinə, barmağını qoyur arasına, başlayır nə bilim 1514 çaldıran döyüşü. 1514 çaldıran döyüşü başlayır ancaq bunu təkrarlamaq. İsmin 6 halı var, ismin 6 halı var. Nə bilim adlı qalın şəkilçisi yoxdur. Nə bilim çıxışlı qalın şəkilçisi filandır. Ancaq dərsdəki cümləni təkrarlayır. Bu reproduktivdir. Amma produktiv şagird vəziyyəti dəyişir. Mövzunu sxemləşdirir, başqa mövzu ilə əlaqə qurur, açar sözlər tapır. Əgər nəsə olmasaydı sualını verir və yaxud da fərqli yanaşma eləmək istəyir. Nə bilim, bir stiker vərəyinə yazır, tamam fərqli öyrənməyə çalışır. Yəni ancaq oturub mexaniki şəkildə elə dərslikdə veriləni təkrarlaməyə çalışmır. Demək bu nədir? Reproduktiv məqsədə müvafiq deyil, produktiv məqsədə müvafiq yanaşmadır. Təbii ki, reproduktiv də müəyyən nəticə verir, amma doğru yol, üsul deyil.
Produktiv daha önəmli məsələdir. Reproduktiv, misal üçün, nümunə burada indi bir dənə böyük nümunə, bir neçə də qısa nümunə sizə göstərəcəm. Belə bir situasiya nümunəsinə baxaq. Və burada reproduktiv və produktiv məsələlərini fərqləndirək. 9-cu sinif şagirdi deyir ki, dərsdə müəllimi diqqətlə dinləmək istəyir və hər dərsdə özü-özünə belə bir dərs deyir ki, bu günləri diqqətli olacam, müəllim nə desə yadımda saxlayacam. Bu situasiyada təbii ki, nə baş verir? Əvvəlcə bildiyi və öyrəşdiyi üsulu sınayır. Uşaq hər dəfə dərsə girən deyir ki, bu günləri mən deyək ki, bu müəllimin dediklərinin hamısına qulaq asacağam. Bu gün diqqətli olacağam. Fikrim çalışacağam ki, çölə, bayıra, telefona yayınmasın. Diqqətim hamısı dərsdə olsun. Birinci ağlına nə gəlir? Diqqətlə dinləmək istəyir, problemidir, diqqətlə dinləyə bilmir. Birinci metodunu deyir ki, öz ilk ağlına gələni yoxlayır. Ki, bu gün dərsdə diqqətli olacam. Bildiyi, öyrəşdiyi üsulu sınayır, amma vəziyyət dəyişmir. Bu nədir? Reproduktiv yanaşmadır. Həmişə elədiyi təkrarlamaq istəyirsən. Eyni zamanda məsələn, sizdə də eyni şey ola bilər. Dərsə girirsiniz, dərsə qoşulan deyirsiniz ki, bu günləri bu müəllimin dediklərinin hamısına diqqətlə qulaq asacağam. Ki, mövzunu tam başa düşün. Təkrar videoya baxmağıma ehtiyac olmasın. Bu reproduktiv yanaşmadır. Eyni standart metoddur. Eyni qaydanı dəyişmədən təkrar-təkrar tətbiq etmək reproduktivdir. Keçən dərsdə səhv eləmirəmsə nümunə çəkdim, dedim, bir müəllim həmkarımız dərslərimizə qoşulur. Deyir ki, müəllim, mən 4 ildir MİQ-ə gedirəm. Və hər il oxuyuram, hər il testlər yazıram. Və gedirəm, keçə bilmirəm imtahandan. İstədiyim balı toplaya bilmirəm, istədiyim yerə düşə bilmirəm. Və yaxud da metodikanı yaza bilmirəm, 6 balı keçə bilmirəm. Bu cür deyirəm ki, nəyi dəyişirsən? Deyir, müəllim, 4 ildə, yəni hər il nəyi dəyişib yoxladın? Deyir, heç nəyi. Elə oxuyuram və yaxud da ki, dərsə qoşuluram müəyyən müəllimlərə, dinləyirəm, qeydlər götürürəm, sonra test yazıram, gedirəm, amma keçə bilmirəm, istədiyim nəticə alınmır. Burada neyniyir deməli? Eyni qaydanı dəyişmədən təkrar-təkrar tətbiq edir və hər dəfə fərqli nəticə almağı ümid edir. Einstein buna öz xatirələrində sadəlövhlük adı verir. Amma indi bunun elmi cavabı reproduktiv yanaşmadır. Yəni, hər dəfə eyni şeyi eləyirsən, hər dəfə də alınmır, amma hər dəfə də sən fərqli nəticə gözləyirsən. Eyni qaydanı dəyişmədən təkrar-təkrar tətbiq etmək bu reproduktiv yanaşmadır. Bu vəziyyətdə bu uşaq nə etməlidir? Bu hər dəfə deyir ki, mən bu gün müəllimi diqqətlə dinləyəcəm. Girir dərsə, dərhal aləm dəyir, bir-birinə. Bu nədir artıq? Reproduktiv yanaşmadır. Hər dəfə özünə söz verir. Yox, bu dəfə qəti telefona baxmayacağam. Pəncərədən çölə baxmayacağam, heç kimlə söhbət eləməyəcəm. Yenə başlayır dərs, bir dənə gözünü açır ki, kimləsə söhbət edir. Pəncərədən çöldə ya da telefonda. Uşaq başlayır problemi dərindən anlamağa. Produktiv yanaşma bunu tələb edir. Birinci o bütövi hissələrə ayırıb parçalamaq lazımdır. Deyir, bu gün mən fəaliyyətimin hamısını qeyd edəcəm dərsdə. Nə vaxt fikrim yayındır, nə vaxt diqqətim yayındır, hamısına baxacağam. Dərs başlayır. Uşaq başlayır özü qeyri-ixtiyari elədiyi şeyləri ağlı başına gələn kimi qeydlər götürməyə. Dərs başladı, 10-15 dəqiqə diqqətini cəmlədi, müəllimə qulaq asdı. Sonra bir dəqiqə gözünü açdı, pəncərədən çölə baxır. Fikri qalıb çöldə. Sonra yanındakı yoldaşına baxır, danışır, dəftərinə baxır və belə olan halda müəllimin dediklərinin bir hissəsini eşitmir. Şagird anlayır ki, problem təkcə mənim diqqətsizliyim deyil. Gör, mənim kənar nə qədər ünsür təsir eləyir. Əsas maneə, dərs zamanı diqqəti yayındıran amillər. Səbəb, pəncərədən çölə baxıram. Niyə? Çünki düz pəncərənin dibində otururam. İstər-istəməz solumda pəncərə varsa, mən qeyri-ixtiyari müəllimə baxa-baxa bir gözüm salam. Deyək ki, pəncərə olmasa yanımda, mənim pəncərədən çölə baxmaq kimi bir alternativim olmayacaq. Ətrafda oturan uşaqların hərəkətdir. O yanında oturduğum uşaq elə uşaqdır ki, mən onunla söhbət eləmək istəyirəm, məhəllədən dostumdur, yaxın olduğum, tanıdığım uşaqdır, bir yerdə oyun oynayırıq, onunla hər zaman dərsdən əlavə danışmağa söhbətimiz var. Ətraf hərəkətliyi mənə təsir edir. Nəticə nə olur? Mən müəllim nəsə danışır, qulaq asa bilmirəm.
yarımçıq başa düşürəm. Deməli, mənim məsələ diqqətsizlik yaradan amillər buymuş. Necə bu nəticəyə gəldi? Problemi dərindən anlayıb, hissələrə ayırıb təhlil eləyəndə. Hissəyə ayırıb təhlil eləyəndə bu nəticəyə gəldi. İndi uşaqla ayırır, vəziyyəti yenidən qurur. Şagird əvvəl nə düşünürdü? Mən diqqətsizəm, ona görə də dərsi anlaya bilmirəm. Reproduktiv düşünürdü. İndi isə deyir, mənim diqqətimi yayındıran bir mühitim var. Mən bu mühiti dəyişsəm, diqqət məsələm həll olacaq. Və beləcə yenidən özü üçün bir qayda yaradır. Neynir? Yeni yanaşma. Müəllimdən xahiş edir ki, bir pəncərənin ağzından çəkilsin. Ən sırada qabaqda əyləşsin. Yerini dəyişdir. Dərs başlamazdan əvvəl dəftərində mövzunun adını başlığa yazır. Müəllim danışarkən əsas sözlərin altından xətt çəkir. Və dərs bitəndən sonra öz fəaliyyətini refleksiya edir ki, bu dərsdən nə başa düşdüm. Deməli, yerini dəyişdi, keçdi, yandakı yoldaş problemini həll elədi, eyni zamanda pəncərə problemini də həll elədi. Artıq o diqqətin yayındıran faktorlardan uzaqlaşdı, keçdi onu. Deməli, nəticə etibarilə artıq burada şagird, o əvvəldə mən bu gün diqqətlə qulaq asacağam, söz verirəm özümə, bu şəkildə yanaşmır. Produktiv yanaşma budur. Problemi sadəcə özünü məcbur eləməklə yox, öz davranışını, mühitini və şəraitini dəyişərək həll edir. Və bu da o demək ki, artıq uşaq ideya yox, bu produktiv təfəkkürdür. Problemi dərindən başa düşür, yeni yol qurur və özü üçün davamlı bir həll yolu tapır. Deməli, mən dərsə gələndə vallah Allah haqqı özümə söz verirəm, diqqətli olacam eləmir. Deyir ki, burada diqqətimi yayındıran məqam nədir ki, istər-istəməz özümdən asılı olmadan məsələ dağılır. Yanımda oturan yoldaşım və pəncərənin ağzındakı oturma mövqeyim. Yerimi dəyişsəm, yoldaşdan da uzaqlaşacam, pəncərədən də uzaqlaşacam. Bu iki amil. Deməli, bu nədir? Burada fikrin yaradıcıdan fərqləndir, bu produktiv yanaşmadır. Öz problemini analiz elədi və yenidən. Amma o birinci dediyim metod nə idi? Birinci dediyim metod reproduktiv yanaşma idi. İndi bir neçə situasiya nümunəsi. Misal üçün, gərək mən bunun cavabını yazmazdım. Reproduktiv və produktiv düşüncəni sizdən soruşardım, yox. Nümunə deyərik, belə də soruşa bilərik. Qapının kilidi açılmır. Hamımızın başına gələn nümunə. Reproduktiv yanaşma neyinirik? Qeyri-ixtiyari. Yoxlayırıq, açılmır da. Başlayırıq açarı dəfələrdən sonra. Qapını özümüzə dartırıq, qabağa itəliyirik, onu bir dənə təzədən açarla vururuq, çıxardırıq, təzədən salırıq, çıxardırıq, təzədən salırıq. Nə bilim, açarın ehtiyat açarı varsa onu salmağa çalışırıq. Nə bilim, kilidi bir 3-4 dəfə vururuq ki, bəlkə içərisindən toz zad qaçıb, bəlkə içərisindən nə bilim, ağac, çubuq zad salıblar uşaqlar. Bir-iki dəfə təkrar-təkrar onu təkrar salırıq ora, çıxardırıq, kilidi yoxlayırıq. Bəzən əsəblə o qədər fırırıq, açar qırılır və yaxud da kilidin içərisi dağılır tamamilə mexanizm. Bunlar hamısı nədir? Reproduktivdir. Produktiv düşüncə nədir? Kilidin niyə ilişdiyini anlamaq ki, bu paslanıbmı, yoxsa o içindəki o mexanizm dil deyirlər də, o mu xarab olub? Bəlkə bunu yağlamaq lazımdır, bəlkə bunu möhkəm yox, təzyiqlə yox, nisbətən yavaş mı açmaq lazımdır? Bax, bunlar produktiv düşüncədir. Amma eyni şeyi təkrar-təkrar, bu zibil də niyə kilidləndi, açılmır, onu güclə məcbur eləmək, bunlar artıq reproduktiv yanaşmadır. Adi həyat nümunəsidir də. Və yaxud da bitki solur. Bitki solur, yarpaqları yanır. Reproduktiv yanaşma. Adamın ağlına nə gəlir? Tez gedim, bir dənə qaba su götürüm, gətirim, verim. Bir gün su ver, 2 gün su ver, gündə 2 dəfə su ver, 3 dəfə su ver. Görür elə bil ki, günü-gündən daha da solur. Eyni şey eləyirik də, amma hər gün ancaq su verməklə düşünürük ki, biz bu bitkinin suyu yoxdur yəqin. Bu reproduktiv yanaşmadır. Produktiv nədir? Bitkinin ehtiyaclarını araşdırmaq. Görürsən bu niyə sorur? Baxıram ətrafa. Bəlkə buna gün düşmür, işıq azdır. Bəlkə torpaq bunun bitkinin xüsusiyyətlərinə uyğun deyil. Bunun yerini dəyişmək lazımdır. Torpağında biraz çubuqla boşluqlar yaradıb torpağı havalandırmaq lazımdır. Su rejimini qaydaya salmaq lazımdır. Ola bilər, həddən artıq çox su içir. Bax, bu produktiv düşüncədir.
Başqa, yəni telefon tez-tez sönür. Reproduktiv yanaşma nədir? Söndür, yandır, düzələcək. İstər-istəməz. Və yaxud da götürürük, indi telefon görür ki, yanmır. Deyir, bəlkə zaryadkası qurtarıb bunu. Taxırıq şarja, saxlayıq oda ki, bu biraz qalsın şarjda, bəlkə budur. Bu reproduktivdir. Yəni eyni elədiyin şey eləmək. Söndür, yandır, düzələcəkdir. Tipik Azərbaycanlı həll olur. Produktiv düşüncə nədir? Bəs problemin səbəbini müəyyənləşdirməyə başlayırıq. Görəsən niyə belədir? Batareyası mı zəifləyib bəlkə? Bəlkə proqram çox yüklənib beyninə. Ona görə RAM icra eləyə bilmir prosesləri. Bəlkə arxa planda tətbiqlər, bəzən olur ki, biz telefonda hər şeyi bağladığımızı düşünürük, amma arxa fonda müəyyən tətbiqlər telefonun yaddaşını doldurur, iş icra eləyir, daimi enerjini aparır. Arxa tətbiqləri bağlamaq lazımdır, sistemi optimallaşdırmaq lazımdır, yüklənməni azaltmaq lazımdır. Bunlar artıq produktiv düşüncəyə məhsuldur. Yoxsa ki, eyni şey, basım saxlayım yandan düyməni, qoy sönsün, yansın, düzələcək. Və yaxud da nə bilim, heç biri alınmır, batereyka çıxardaq. Və yaxud da qoyun şarjda qalsın, uzun müddət bəlkə özünə gəldi. Bu cür yanaşmalar reproduktivdir. E, başqa nə misal gətirmək olar? Produktiv və reproduktiv. Ağlıma bir nümunə gəlsəydi, əlavə də deyərdim sizə. Produktiv və reproduktiv məsələsi. Bu cür nə problem demək olar? Produktiv və reproduktiv. Yox, testə, sınaq testinə yazaram. Problem yoxdur. Məcbur deyil ki, indi göstərək. Sınaq testinin içərisinə bu cür nümunələr yazaram. Reproduktiv və produktiv nümunələr. Sonra deməli belə, davam eləyək. Produktiv təfəkkürü əhəmiyyət olaraq toplasaq, e, yəni produktiv təfəkkür bütöv bir problemin məzmununu, strukturunu dərindən başa düşmək, obyekt və situasiyalara yeni bir funksional baxış bucağı tapmaq, yeni baxış əsasında məna kəsb eləyən, real səmərəli həll yolu formalaşdırmağı əhatə eləyən bir təfəkkür növüdür, düşünmə formasıdır. Cəmiyyət üçün rolu nədir? Hə, ümumiyyətlə, istər təhsil alma prosesində, istər peşəkar iş fəaliyyətində, istər gündəlik fəaliyyətdə, gündəlik həyatda sadəcə qaydanı bilməkdən daha yüksək səviyyəli bir bacarıq hesab olunur. Yəni qaydanı bilmək bu sizi eləyir əzbərçi, hər şeyi əzbərləmək. Amma produktiv təfəkkürə sahib olmaq qayda bilməkdən daha üstün bacarıqdır. İnsanı daha yaxşı vəziyyətdən çıxarır. İnsanı hazır sxemləri təkrar edən bir icraçıdan problem anlayan, onu yenidən qura bilən yaradıcı analitik bir subyektə çevirir. Artıq ancaq hər şeyin qaydasını əzbərləyim. Bilirsiniz nədir bu? Taksonomiyada feilləri əzbərləyirlər ki, bütün situasiyaların cavabını tapım. Amma gedib imtahanda heç kim taksonomiya sualını düz yaza bilmir. Soruşsam ben nə oldu? Feilləri əzbərləyib cavab tapacaqdınız. Niyə tapmadınız? Deyir ki, müəllim deyir, orada yazılan kimi düşmədi. Bax, məsələ budur. Feil əzbərləməklə taksonomiya yazmaq olsaydı, bütün ölkə bunu yüksək səviyyədə əzbərləyib yazardı. Demək ki, yol bu deyil. Feil əzbərləməklə ancaq bu metodu yoxlamaqla nəticə əldə etmək istəyən insanların yanaşması nədir? Reproduktiv. Reproduktiv. Deməli, burada biz nə etməliyik? Taksonomiya təbii ki, nümunə mövzudur. Reproduktivdən keçməliyik produktivə. Bu faydalı metod olsaydı, bu cəmaət hamısı yüz yığardı da, heç kim taksonomiyadan şikayət eləməzdi. Demək, burada reproduktivi qoyub kənara produktiv metod tapmaq lazımdır.
Bunu da mən sizinlə bölüşəcəm produktiv metodu öhdəsindən gələcəksiniz. Feil əzbərləmək çıxış yolu deyil. Bu sadəcə verdiyim bir nümunə idi. Ümumiləşdirsək, hər iki təfəkkürlə bağlı. Deməli, analitik və produktiv təfəkkür. Əsas məqsəd analitik təfəkkür problemi hissələrə ayırıb məntiqi nəticəyə gəlməkdir. Produktivdə artıq problemi yenidən qurmaq və yeni məqsədyönlü həll yolu tapmaqdır. Fokuslandığı məsələ. Analitik təfəkkür o hissəyə ayırmaq məsələsinə görə təhlil, əsaslandırma və səbəb-nəticəyə əsaslanır. Produktivdə artıq yenidən baxış strukturun dəyişdirilməsi. Yeni baxış demirik ha, yeni baxış yaradıcılıq olar. Yenidən baxış strukturun dəyişdirilməsi. Əsas sual nədir bu təfəkkürlərin cavab olaraq ortaya qoyduğu? Analitik təfəkkür bu niyə belədir? Fikir verin nə üçün? Səbəb-nəticə əlaqəsi, konseptual əlaqədir. Produktivdə bu başqa cür necə ola bilər? Alternativ axtarırıq. Düşünmə istiqaməti. Mövcud məlumat üzərində işləməkdən keçir analitik təfəkkür. Sənə bir situasiya, problem, mətn veriblər. Həmin mətn üzərində, məqalə üzərində işləyirsən. Artıq produktivdə vəziyyət fərqlidir. Mövcud məlumatı yeni şəkildə təşkil etmək istəyirsən də. Şagird fəaliyyəti. Şagird analitikdə müqayisə eləyir, sübut eləyir, izah eləyir. Produktivdə fərqli yanaşma təklif eləyir, yeni həll yaratmağa çalışır. Səhv baş verəndə səhvə münasibət. Analitikdə səhvi səbəbi ilə analiz edir. Yəni nə üçün bu səbəb baş verdi? Amma gəlirik produktivə, artıq produktivdə səhvi yeni imkan kimi dəyərləndiririk. Bayaq dediyi pula gedən yollar müxtəlifdir. Səndən əvvəl kimsə rüşvət yolunu seçib, amma görürsən ki, bu səhvdir. Artıq sən düşünürsən ki, hə, demək bu yol var. Amma bu yol yanlışdır. Mən yeni fərqli yol tapmalıyam. Təlimdə rolu. Dərsdə necə rolu var? Təlim sözü biz birlikdə dərsdir. Düşünmə prosesini dərinləşdirir, analitik təfəkkür. Produktiv isə daha fərqli, də yaradıcı və çevik düşünməni aktivləşdirir. Nəticə etibarı ilə analitik təfəkkür məntiqi və əsaslandırılmış cavaba çıxır. Produktiv təfəkkürdə isə yenilikçidir və bu yeniliyin tətbiq olunduğu praktik bir həll yolu ortaya qoymaq deməkdir. Refleksiya olaraq bugünkü dərsinizi xatırlaya bilərsiniz. Bugünkü izah etdiyiniz hansı tapşırıq produktiv təfəkkürə daha yaxın idi? Bunu düşünüb yadınıza salmağınızı istəyirəm. Mütləqdir ki, izah elədiyimiz, uşaqlara işlətdiyimiz hansısa tapşırıq, sual, produktiv təfəkkürü işə salıb. İkinci sual, şagird cavabı səhv olsa belə, düşünmə düzgün ola bilərmi? Bu barədə düşünmüsünüzmü ümumiyyətlə? Şagirdin cavabı səhvdir. Amma o cavaba gedən yolu düz ola bilərmi? Bu bir ikinci sualım. Üçüncü sualımsa belə ki, sabah dərsdə yalnız bir sualı dəyişsəz ki, yəni bu mövzunu artıq öyrənəndən sonra hansı sualı dəyişərdiniz? Bu məsələni düşünməyinizi xahiş edirəm. Gəlirik müddəalara. Burada analitik və produktiv təfəkkürlə bağlı bir sıra müddəalar var. Həmin müddəaları dəyərləndirmək lazımdır. Hansı doğrudur, hansı yanlışdır mahiyyətini ayırd edək. Buyurun, kimdən başlayaq? Könüllü şəkildə. Oxuyum müəllim. Buyurun, buyurun. Ekranınızı kimsə rəsmiyə müəllimə yazır. Rəsmiyə müəllimə yazmasanız daha yaxşı olar ekranınızı. Analitik təfəkkür şagirddən yalnız Bircə düzgün saniyə üzr Ürün istəyirəm. müəllim Bircə yazmıram. saniyə. Hə, Nəyəsə əlim dəyib. İndi onu düzəldə bilmirəm. hə, Yoxsa heç nə narahat yazmıram. olmayın. Mən həll eləyəcəm bir dəqiqə. Narahat olmayın. Bircə saniyə üzrü sayın. Slaydı Hı. bağlayıb yenidən açın, düzələcək. Hə, çox. Hə, bildim mən burada ekranı yazma funksiyası aktiv qalmışdı. Ona Hə, görə oldu.
Yoxsa Ona mən, yazmırdı. ona mən icazə verməməliydim burada. Ona görə unutmuşam bunu deaktiv eləməyi. Buyurun, Aygün müəllim oxuyurdu səhv eləmirəmsə. Analitik təfəkkür şagirddən yalnız düzgün cavabı tapmağı deyil, cavaba aparan düşünmə mərhələlərini əsaslandırmağı tələb edir. Bəli, analitik təfəkkürdə müqayisə, Hı təhlil, səbəb, -hı. nəticə var. Ona görə bu düzgündür. Analitik təfəkkürdə deməli, yalnız düzgün cavab tapmağı yox, cavabı aparan düşünmə əsaslandırma təşkil edir. Bəli, bu Doğru. doğrudur. Bir də oxuyun zəhmət olmasa, 2-2 oxuyaq. Produktiv təfəkkür mövcud qaydaların və alqoritmlərin dəyişməz şəkildə tətbiqinə əsaslanır. Xeyr, bu yanlışdır. Əksinə yenidən baxış və yeni həll yolu Aha. tapmaq. Bu ya, Bu bəli, yanlış. mövcud qaydaları dəyişməz şəkildə qəbul etmirik, alternativi qəbul edirik. Təşəkkür edirəm Aygün müəllimə, hər kişi Oxuya fikirdən bilərəm mən bağlı. də. Buyurun, buyurun. Hə. Analitik təfəkkür zamanı şagird problemi hissələrə ayıraraq səbəb-nəticə əlaqələrini müəyyənləşdirir. Bu analitikdir. Bəli, analiz eləmək bu idi. Bir neçə bacarığın cəmidir. Bəli. Nəticə hissələr. Aha. Produktiv təfəkkürdə əsas məqsəd əvvəlcədən məlum olan həll yolunu mümkün qədər tez tapmaqdır. Bu produktiv deyilir. Əsas məqsəd əvvəlcədən məlum olan həll yollarını mümkün qədər tez tapmaqdır. Produktiv deyil. Yox, bu produktiv deyil. Əvvəlcədən məlum olan həll yolunu mümkün qədər tez tapmaq produktiv olmayacaq. Bu yanlış fikirdir. Yəni, sizcə niyə belədir? Produktiv təfəkkürdə biz nədən danışdıq? Nə dedik? Mən bunu niyə produktiv fikirləşdim ki? Hə, Bunu Sınanmış olmalıdır yollar mənim. artıq işə yaramır. Ona görə yenidən yeni strategiya tapmaq lazımdır. bəli, bəli, bəli. Əvvəldən olan həll yolunun belə alternativi olduğunu qəbul etməkdir və bunun üçün axtarış aparmaq. Bayaq dedik, bir dərd var, bunun həll yolu puldur. Amma hamımızın o pula gedən yolu fərqlidir. Kimsə halal yol seçir o pula gedən yol. Kimsə haram yol seçir. Bir nəfər haram yol seçib və mən də fikirləşirəm ki, filan kəs rüşvət almaqla necə qəşəng o həll yolunu tapdı. Mən də onu qəbul edirəm ki, tez bazar, mən də bir dənə tez vəzifəyə gedim, başlayım rüşvət almağa. Bu produktiv yanaşma deyil axı artıq. Çünki kimsə çox yaxşı bu işi bacarıb, dırnaqarası da olmuş olsa, amma bu heç də o yolun düz olduğu mənasına gəlmir. Yəni əvvəlcədən məlum olan yolu mümkün qədər tez tapmağım deyil məsələ. Alternativ baxış tapmalıyam. Mütləq fərqli yolda var. Təşəkkür edirəm Rəsmiyə müəllimə. Ona görə bu yanlış. Mütləq alternativ məsələsinə baxılmalıdır. Alternativ. Buyurun müəllim, oxuya bilərsiniz. Analitik təfəkkür şagirdin faktları müqayisə etməsinə və sübuta əsaslanıb nəticə çıxartmasına imkan yaradır. Bu doğrudur. Faktları müqayisə, sübut əsaslanıb nəticə Bəli. bəli. Birini də oxuyun. Produktiv təfəkkür problemi olduğu kimi qəbul etməyə və mövcud strukturu dəyişmədən həll etməyi nəzərdə tutur. Bu reproduktivdir. Təfəkkür olduğu kimi qəbul etməyi və mövcud strukturu Dəyişmədən. dəyişmədən, bəli, bu yanlışdır. Bəli. Eyni şeyi təkrar-təkrar Aha, sınaqdan keçirmək, bəli, odur. bu Dediyim kimi də, misal üçün, hər il eyni üsulları yoxlayaraq imtahana hazırlaşırıq. Oxuyum, test yazım, oxuyum, test yazım, oxuyum, test yazım. Hər ildə uğursuz oluruq. Axırda ki, nətər olur, mən bu qədər əziyyət çəkirəm, amma uğurlu olmuram. Çünki metod dəyişmir. Metod dəyişməsə fərqli nəticə gəlməyəcək. Təşəkkür edirəm, müəllim. buyurun müəllim. Növbəti kim oxumaq istəyir. Narahat olmayın, səhv oxu desəz də heç bir problem yoxdur. Biz burada bu məsələlərə araşdırma gözü ilə baxırıq. Oxuyun müəllim. Buyurun, Ofeliya müəllimi ilə başlayaq. Sən Bəli, oxuyun, müəllim. Neçənci 8 oxuyacağam. Bəli, 7-8. Bəli. Analitik və produktiv təfəkkür bir-birini istisna etmir, əksinə təlim prosesində bir-birini tamamlayır. E, Bir-birini istisna etmir. Bir-birinin əksidir də demək olar. Edir. Əksinə təlim prosesində bir-birini tamamlayır. Qərarınız. Qərarım bu doğru deyil.
Niyə belə düşündünüz? Çünki bu doğrudur. Analitik olduğu kimi çatdırmadı da. O birisi də Olsun da. Burada bilirsiniz nədir məsələ? Biz düşünürük ki, eləmə, belə deyək də, bunlardan biri olmalıdır insanda. Bu belə deyil. İnsanda eyni vaxtda bir neçə təfəkkür inkişaf eləyə bilər. Analitik və produktiv eyni beyində insanda ola bilər və belə olması daha məqsədə uyğundur. Analitik təfəkkür anladım. bir-birini istisna etmir. Yəni bunlar biri olanda o biri olmur düşüncəsi deyil. Aydın, bunlar ikisi də eyni beyində, eyni formada inkişaf eləyə bilər. Əksinə, təlim prosesində də bir-birini tamamlayır. Uğurlu dərs necə olmalıdır deyəndə, uğurlu dərs həm analitik, həm produktiv təfəkkürü inkişaf etdirən, paralel balanslı şəkildə aparan dərs olmalıdır əslində. Bir-birini istisna etmir odur ki, orada əslində bir-birini istisna eləyir. Yəni biri olanda o biri olmur. Bu zaman yanlış olardı. İstisna etmir deyir. Yəni ikisi eyni vaxtda bir qazanda ola bilər. Aydındır? Yəni sizdə hal-hazırda analitikdə, Hı hı. produktiv təfəkkür beyninizdə eyni vaxtda var. Biri çox, biri az ola bilər, amma ikisi də eyni vaxtda ola bilər. Budur məsələnin mahiyyəti. Təlim prosesində də bunlar bir-birini tamamlayan mexanizmdirlər. Bu cümlə biraz adama qəliz gəlir. Bir-birini istisna edir olsaydı, o deməkdir ki, yəni biri olanda o biri olmur. Amma etmirsə, demək ikisinin də eyni vaxtda olduğu düşüncəsidir. Növbətini də oxuyun, zəhmət olmasa. Produktiv təfəkkür şagirdin problemi yeni baxış bucağından qiymətləndirərək alternativ həll yolları formalaşdırılmasına şərait yaradır. Bəli. Bəli, bu doğrudur. Hər Hı. zaman alternativ. 7-ni tam başa Bəli. düşdünüz. Mən çox xahiş edirəm. Bir dənə onu mənə Yox, deyin. İngilis çatmadı ha. Hə, siz cümləni necə anladınız? Yəni anladığınız formanı mənə deyin, onun düzüsünə düzəliş edək. 7-ni siz necə başa düşdünüz ki, ona yox dediniz? Yəni o yox dediyiniz formanı bir dənə mənə izah eləməyə çalışın. Bir-birini istisna etmir deyəndə nə düşündünüz? Düşündünüz ki, biri var, digəri yoxdur, yoxsa Biridir. Bəli, o cür mənim, bəli. o istisna edir sözü olsaydı elə olardı. Aydındır? İstisna etməmək müsbət anlayışdır. Baxmayaraq ki, inkarda yazılıb, Azərbaycan dilinin söz quruluşu baxımından, leksik norma baxımından istisna etməmək müsbət anlayışdır. Baxmayaraq ki, söz inkardadır. Mənim biraz söz seçimim şeydir, adamı dağa daşa dəriyə salan söz seçimidir. Ona görədir. Çaşdırmaq məqsədi ilə seçmişəm. Analitik və produktiv təfəkkür bir-birini istisna edir olsaydı, nümunə deyəcəm də, hörmətli həmkarlar, bu dava eləmək üçün deyil, sadəcə tək deyirəm ki, Aygün müəllimə və Ofeliya müəllimə bir-birini istisna edir. Yəni onlar deyirlər ki, Ofeliya müəllimə deyir ki, Aygün müəllim olan qrupa məni salmayın. Aygün müəllimə deyir ki, Ofeliya müəllim olan qrupa məni salmayın. Yəni deyir ki, bizi eyni qrupa salmayın. Analitik və produktiv təfəkkür bir-birini istisna edir düşüncəsi belə bir şeydir. Yəni bu deyir ki, o olanda mən olmayım, mən olanda o olmasın. Bu cür şərt qoşmaqdır. İstisna etmir o deməkdir ki, onlar ikisi də eyni qrupda olmağa heç bir problemləri, etirazları yoxdur. İnsan beyni də belə bir qabdır, qutudur və bu qabın içərisində analitik də, produktiv təfəkkür də bir-birini istisna etmir. Hər ikisi eyni vaxtda ola bilər. İki qoçun başı bir qazanda qaynamaz fikir var. Bu analitik və produktiv təfəkkürə aid deyil. Onlar ikisi eyni vaxtda insanın sahib ola bilər bu bacarığa. Həm təfəkkürünün analitik tərəfi, həm produktiv tərəfi eyni vaxtda işləyə bilər. Eyni vaxtda, yəni bunlar bir-birinin əksi olan düşüncə forması deyillər. Aydındırmı? İnsanın əksi deyil bunlar. Bir adamın əlində qılınc da ola bilər, nizə də ola bilər. O demək deyil ki, mən bu qılınc və nizəni eyni vaxtda istifadə edə bilmərəm. Analitik və produktiv təfəkkürə insan beyni sahib olur eyni vaxtda. Təbii ki, biri çox, biri az inkişaf edə bilər, amma bu o demək deyil ki, biri olanda o biri olmur.
Bax, budur Bəli. məsələnin mahiyyəti. Hə, istisna edir inkardadır, istisna etmir təsdiqdədir. Baxmayaraq ki, edir, etmir sözləri əksini göstərir. Dilimizin xüsusiyyətidir də bu. Leksik quruluşumuz dilimizdə belədir. İstisna etməmək yaxşı şeydir, istisna etmək biri digərini olmamasını arzulamaqdır. 9-10. Buyurun. Sahilə müəlliməyə demişdik də, sən təhkim eləmişdik 9-10-u. Bəli, müəllim. Buyurun. Deməli, analitik təfəkkür yalnız humanitar fənlərdə, produktiv təfəkkür isə yalnız təbiət fənlərində formalaşdırılır. Müəllim, bu yanlışdır. Bəli. Yəni hər bir fəndə ola bilsin ki, formalaşdırılsın, onun bir Təbii ki. yəni Biz demişik də, təfəkkürü inkişaf etdirmək bizim verdiyimiz tapşırığın xüsusiyyətindən asılıdır. bəli, Hansısa təfəkkürü bu ancaq bu humanitarda, bu təbiətdə, bu nə bilim dəqiq fənlərdə formalaşmalı deyə bir şey yoxdur. Bizim verdiyimiz tapşırığın mahiyyətidir. Bizim verdiyimiz tapşırıq əgər e, analitik təfəkkürə xitab eləyirsə, nə olsun ki, mənim fənnim riyaziyyatdır, orada da formalaşar. Və yaxud da ki, produktiv təfəkkür yalnız deyil təbiət fəndə. Tarix fənni müəllimiyəm, elə tapşırıq verə bilərəm ki, dərsində şagirdin produktiv təfəkkürü inkişaf eləsin. Verdiyimiz tapşırığın mahiyyətindən asılı. Siz öz fənninizin prizmasından verdiyiniz tapşırıq əgər produktivə xitab edirsə, qurtardı getdi. Onun cümləsi qaydası olmur. Ona görə bu yanlışdır. Bunu bu cürlə qruplaşdırmaq doğru deyil. Növbəti. deməli, produktiv təfəkkürdə səhv cavab düşünmə prosesinin zəifliyini göstərir və inkişaf üçün əhəmiyyət daşımır. Müəllim, bu da yanlışdır. Bəli. Yanlışdır. Biz səhv cavab məsələsinə ilişib qalmırıq. Və yaxud da refleksiyadakı sualım da buradan gəlir. İkinci suala baxın. Şagirdin cavabı səhv olsa belə, düşünmə düzgün ola bilərmi? Sadə bir nümunə deyim sizə. DİM-in situativ suallarında bilirsiniz də, məsəl üçün riyaziyyatda. Cavabı uşaq axırda səhv alsa belə, yolu düz gedibsə, DİM ona yarım bal verir. Yəqin ki, bilirsiniz də, bu sir deyil. Yəni, cavab 8-dir, uşaq cavabı yazıb 16. Amma bütün həll yolunu axıra qədər düz gedib. Sadəcə mexaniki rəqəm səhv eləyib 16 yazıb. DİM buna da yarım bal verir. Sual olunur, niyə həll yoluna yarım bal verir? Bax, bunun səbəbi produktiv düşünmədir. Yəni, insan düz yolla gedib, son nəticəyə bir addım qalmış yanlış eləyə bilər. Səhv cavab düşünmə prosesinin zəifliyini və yaxud da inkişaf üçün əhəmiyyətsiz olduğunu göstərmir. Səhv cavabın hansı yolla alındığını da uşaqdan soruşmaq lazımdır. Dedi ki, uşaq suala cavab verir uşaq. Deyirsən ki, tarixdən adı deyə bilərik və yaxud da istənilən fəndən. Sual verdi uşağa, uşaq bizə səhv cavab verdi. Amma deyirsən ki, sən niyə belə cavab verdin? Uşaq deyir ki, mən bunu belə hesab elədim, bunu belə düşündüm, filan yerdə belə cümlə yazılmışdı. Baxırsan ki, düşünmə yolu düzdür. Deyirsən, bəs axırda cavabı niyə belə səhv verdin? Artıq orada məsələ aydınlaşır. Deyir, mexaniki səhv elədim, tam son məqam diqqətimdən qaçdı, iki variant arasında qaldım, bir səhv olanı seçdim. Yəni, düşünmə prosesi düz ola bilər. Və çox vaxtda olurdu düşünmə prosesi. Amma son nöqtədə gəlib o düzgün cavabı seçəndə uşaq səhvə yol verə bilər. Bu mümkündür. Deməli, bir daha aydınlaşdırdıq ki, analitik təfəkkür bütövi hissələrə parçalayıb, nə üçün məhz bu şəkildə olduğunu aydınlaşdırmaqdır. Produktiv təfəkkür isə yeni həll yolu yox, yeni həll yoluna fərqli prizmadan gedib çıxmaqdır. Çünki yeni həll yolu tapmaq yaradıcı təfəkkürdür, amma artıq problem var, həll yolu da var. Yaradıcı ilə tapmışam. İndi bu həll yolunu öz vəziyyətimə uyğunlaşdıram. Müxtəlif yollarla gedirəm o həll nöqtəsinə. Elə bilin ki, sizə bir dənə konum atıblar, oturmusunuz evdə, sizə bir dənə konum atıblar ki, filan bir yerə gəl. Sən ora naviqatorun göstərdiyi ən qısa yolla da gedə bilərsən. Eyni zamanda
Yol dəyişə bilərsən. Evdən çıxarsan, görürsən naviqatorun göstərdiyi qısa yol başdan ayağa prospektdir, proqqadır. Avtomatik nə edəsən? Binanın arxa tərəfindən, məhəllədən çıxarsan ki, gedim o biri küçə ilə gedim. Fikir versən, naviqator dərhal nə edir? Sən onun göstərdiyi yola girmədin deyə artıq sənin çıxdığın nöqtəyə marşrutu dəyişdirir. Yəni naviqator özü bir növ produktiv təfəkkürün üzərində işləyir. Produktiv təfəkkürdür naviqator. Biz hər dəfə onun göstərdiyi yola dönməyib, fərqli yola dönəndə, o da son gedəcəyimiz nöqtəyə olan marşrutu yenidən təşkil edir. Sağa dön deyir, sən dönmürsən, dönürsən sola. Aparır, fırlayır məhəlləni, yenə o çədib getməli olduğun nöqtəyə göstərir. Yəni naviqatorun iş prinsipi son nöqtə dəyişmir, sən çıxdığın yer də dəyişmir. Sən yolunu dəyişdikcə o sənə yenə fərqli istiqamətdən yenə o son nöqtəyə gedən istiqaməti göstərir. Bax bu nədir? Produktiv təfəkkürdür. Produktiv düşünmənin üzərində işləyir naviqator. Belə. Bu da produktiv təfəkkürlə bağlı məsələ. Təfəkkürü bitirdiyimizə görə təfəkkürlə bağlı artıq sualları aktivləşdirəcəm sistemdə. Bunları işləyəcəyik. Hə, bir də birinci bölmə üzrə mövzuların ümumi sınağı olacaq. Onu aktivləşdirəcəm. İlk öncə dərs bitən kimi indi qrupa göndərəcəm həmin mövzuları. Həmin mövzular üzrə bizim bölmə sınağımız olacaq. Onu da dərsdə bir-bir suallara baxıb təhlil edəcəyik. Suallar situativ əsasda olacaq. Bölmə sınaqlarımız adətən 2 dənə olur. Biri aşağı təfəkkür səviyyəsinə xitab eləyir, bölmə üzrə faktoloji məsələlərdən. İkinci sınağımız isə yenə həmin bölmə üzrə, amma situativ əsaslı yuxarı təfəkkür səviyyəsinə xitab edən suallar. Yəni proqramda görəcəksiniz, bölmə sınağı ATS, aşağı təfəkkür səviyyəsi, bölmə sınağı YTS, yuxarı təfəkkür səviyyəsi. Hamısı eyni bölmədən olur, amma sualların mahiyyəti dəyişir. Belə, gecəniz xeyrə qalsın, hörmətli müəllimlər, Tanrı yar və yardımçınız olsun. Növbəti dərsdə görüşənə qədər.